Hər kəsə salam. Gəlin bu gün birlikdə dibçək güllərimə baxım edək və qabları daha böyüklərlə əvəz edək. Qızım dünyaya gələndən sonra biraz güllərimə qarşı diqqətsiz yanaşıram, çünki artıq qızım var deyə güllərimə qarşı istədiyim diqqəti göstərə bilmirəm. Bu gülü mənə həyat yoldaşım alıb. Bu gülün yeri məndə tamamilə fərqlidir, çünki bu gül mənim ilk dibçək gülümdür. Mən məhz bu güldən sonra daha çox dibçək güllərə həvəs salmışam, maraq salmışam. Hara getsəm ən azı bir dənə qopardıb, gəlib evdə cücərdib özüm əkmişəm. Bu da o güllərdən biridir. Hətta bankanın içərisində də görürsünüz ki, orada biri də var. 1-2 aydan sonra onu da əkəcəm artıq. Sizi bilmirəm, mənə torpaqla, qumla, güllə, bağla, bağça ilə məşğul olmaq mənim əsəblərimi də sakitləşdirir, stressimi də azaldır. Onda huzur tapdığım kimi başqa heç nədə huzur tapmıram. Mənə çox maraqlıdır. Bəs siz necə stressinizi atırsınız? Huzur tapdığınız yollar nələrdir? Yorumlarda mənə yazarsınız. Bu hissə mənim evimin ən çox sevdiyim hissələrindən biridir. Buradakı güllərim balkonda olan güllərimdir. Artıq bir çoxu gül açıb, çiçək açıb, daha da böyüyür. Artıq bunları qış olduğu üçün balkondan daşımaq lazımdır. Məni izlədiyiniz üçün təşəkkür edirəm.